Hər uşağın ürəyində fərqli bir dünya var. Bəzən bu dünya rənglərə boyanır, bəzən xəyallara, bəzən də səssiz bir istəyə çevrilir. Azərtacın komandası bu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin bir saylı uşaq evində böyüyən uşaqları ziyarət edərək onların həyat hekayələrini dinləyib. Bu uşaqların hekayələri yalnız keçmişin bir parçası deyil, həm də gələcəyə uzanan ümidlərin ifadəsidir. Hər biri öz arzusu, bacarığı və həyat sevgisi ilə seçilir. Kimisi fırçası ilə rənglərə can verir, kimisi gələcəyin həkimi, müəllimi, jurnalisti olmaq üçün ilk addımlarını atır. İlk həmsöhbətimiz 20 yaşlı Ayla Eynullayevadır. O 2021-ci ildən bu uşaq evində yaşayır və o gündən bəri rəsmlə nəfəs aldığını deyir. Bura gəldiyim ilk gündən rəssamlıqla məşğul olmuşam. Ən çox heyvanları, mənzərə və sair çəkməyi sevirəm. 4 il Azərbaycan Pedaqoji Kollecini oxumuşam. Daha sonra isə Rəssamlıq Akademiyasında Sənətşünaslıq fakültəsində təhsil alıram. Rəsm çəkmək məni rahatlaşdırır, çox gözəldir, çox sevirəm rəngləri bir-birinə qatmağı, onlarla işləməyi çox sevirəm. Tanınmış rəssam olmaq istəyirəm. Rəsm müəlliməsi olub bunu inkişaf etdirmək istəyirəm. Əkiz bacılar Mələk və Məleykə 11 yaşındadılar. Onlar 220 nömrəli məktəbdə təhsil alır və hazırda xalça toxuma ilə məşğuldular. Mənim adım Məleykə, mənim adım Mələk. Bizim 11 yaşımız var. Bir saylı uşaq evi sosial xidmət müəssisəsində yaşayırıq. 220 məktəb liseyində təhsil alırıq. İndi isə biz qızıl gül xalçasını toxuyuruq. 5 yaşlı Zeynəb böyüyəndə həkim olmaq istəyir. 5 yaşlı Nərmin isə müəllim olmağı arzulayır. 4 yaşlı Mir Yusifin arzusu isə səmalara uzanır. O təyyarə sürmək istəyir. 6 yaşlı Əziz riyaziyyatı çox sevir və böyüyəndə deputat olmaq istəyir. Mənim adım Zeynəbdir. 5 yaşım var. Böyüyəndə həkim olmaq istəyirəm. Mənim adım Nərmindir. Mənim 5 yaşım var. Böyüyəndə müəllim olmaq istəyirəm. Mənim adım Mir Yusifdir. Mənim 4 yaşım var. Böyüyəndə təyyarə sürmək istəyirəm. Mən böyüyəndə millət vəkili olmaq istəyirəm. Ona görə dəstəyimi yaxşı oxuyuram. Aysu Namazova bir saylı uşaq evinin sakini, 220 nömrəli məktəb liseyin 11-ci sinif şagirdidir. O, jurnalist olmaq arzusundadır və bu istiqamətdə ilk uğurlarını da qazanıb. Mənim ən böyük arzum jurnalist olmaqdır. Çünki mən Heydər Əliyevin 102-ci il dönümünə həsr olunmuş ən yaxşı təqdimat müsabiqəsində 2-ci yerə layiq görüldüm. Bu da jurnalist olmağıma, daha doğrusu Azərtacda jurnalist kimi fəaliyyət göstərmək istəyi yaratdı məndə. Bu uşaqlar bir ulduz kimidir, parlaq və bənzərsiz. Onlar üçün uşaq evi ümidin, paylaşmağın və özünü tapmağın ünvanıdır. Bəziləri fırça ilə, bəziləri sözlə, bəziləri elm və sənətlə gələcəyə doğru addımlayır. Ortada isə eyni bir duyğu var: inanmaq, sevmək və ümidsizliyə qapılmamaq.